Salam dəyərli ov həvəskarları. Demək, mən sizə həmişəki kimi söz vermişdim ki, Elmar ovçuluq dünyasında kampaniyalar start veriləndə sizləri məlumatlandıracağam. İnşallah bugünkü günə gəlmişəm Elmar ovçuluq dünyasına və həmin silahlar barəsində sizə məlumat verməyə. Artıq kampaniyalara start verilib. Deməli, bu kampaniyalara nələr daxildir? Təbii ki, indi biz Elmar ovçuluq işçilərinin nümayəndəsinin yanına yaxınlaşacaq və suallarımızı verəcək və onlar bizə ətraflı məlumat verəcək. İnşallah siz də bu məlumat barəsində ətraflı, məlumat toplayasınız. Demək ki, Penta silahıdır, hökmdar silahıdır, Axor Armısı, FX-i, Blue Hunting'dir, Volter'dir. Bu silahlar Elmar ovçuluq dünyasındadır. Türkiyə istehsalı və Türkiyə ilə İtaliyanın müştərək istehsalıdır. Yəni mükəmməl silahlardır və qiymətləri firmalara görə dəyişir. İnşallah bizi bu barədə məlumatlandıracaqlar. Sizcə mütləq bu barədə məlumat toplayasınız. Demək, dəyərli dostlar, silahlarda endirimlər var. Bu endirimlər birinci Pentadan başlayar. Pentanın modelindən asılı olaraq qiymətlərdə fərqlilik var. Yəni hansı ki 1200-ə, 1300-ə olan silahlar artıq 1000 manata, 1050 manata, bax bu civarında qiymətlər. Hansı ki 1300, 1400 manata olan hökmdar silahı artıq çeşidindən asılı olaraq 900 manatdan başlayır. Bəli, düzgün eşitdiniz. Hətta Kral Armız silahı var, bu da 650 manatdan başlayır. Yəni fərqli qiymət dəyişiklikləri var. İnşallah əsas Elmar ovçuluq dünyasının nümayəndəsini öz dilindən eşidəsiniz siz bunu. Kredit var, nəqd var və burada hədiyyələr var. Sonra şəhid ailələrinə, sonra qazilərə, müharibə iştirakçılarına xüsusi endirimlər var. Bu barədə sizə açıqlamalar verəcək. İnşallah diqqətlə izləyirik. Sizi əvvəla salamlayırıq. Biz ovçular adından, yəni sizi bu yeni ildə yeni uğurlar, yeni kampaniyalar, biz ovçuları yeni kampaniyalarına sevindirəsiniz inşallah. Biz ovçuların bir neçə sualları var, bir neçə təklifləri var. Zəhmət olmasa bu barədə bizi məlumatlandırasınız bu kampaniyalar barəsində. Misal üçün birinci başlayaq Penta barəsində. Penta barəsində bizə ətraflı məlumat verir. Kredit barəsində, nəqd satış barəsində inşallah bizim ovçular da bu barədə məlumat toplasınlar. İlk öncə Zahir müəllim, sizə minnətdarlığımızı bildiririk ki, gəlib çəkib işıqlandırırsınız və buradan da Elmar ovçuluqlarından bütün izləyicilərimizi salamlayırıq. Və Penta silahları haqqında məlumat vermək istəyirəm ki, artıq Penta silahlarında da endirimlər mövcuddur. Artıq endirim kampaniyaları bir neçə gün davam edir. Bu silahların da qiymətlərində çox endirimlər var, həqiqətən endirimlər var. Bəzi müştərilərimiz indi alırlar, çox təəssüflər ki, indi əfsus eləyəcəklər, təəssüf eləyəcəklər ki, kaş ki bizə yeni kampaniyasını göndərdik, biraz da aşağı qiymət alardıq. Yox, həmişə yeni ildə xüsusi endirimlərdir. Çünki yeni ildə iki bayramda, həm Dünya Azərbaycanlarının həmrəylik günü münasibəti ilə, həm də ki yeni il münasibəti ilə. Ona görə də xüsusi endirim. Bəli, bu kampaniya xüsusidir. Bundan öncəsi Zəfər bayramlarına qədər kampaniyalarımız olub. Onlar o müddətdə də endirimlərimiz vardı. İndi isə artıq böyük endirimlərdir. İnşallah gələcəkdə düzdür, Novruz bayramına qədər endirimlərimiz olacaq. Amma bu xüsusi endirimlərdir. Ona görə də hər biri izləyicini dəvət etmək istəyirəm ki, gəlsin bu endirim kampaniyalarından yararlansın və digər silahlarına, hökmdar silahlarına seçkidən asılı olaraq bütün hökmdar silahlarında da endirimlər var. Ən ucuz qiymətli hökmdarın başlayır deməli 950 manatdan. Hökmdarın digər modelləri də var ki, fərqli qiymətlidir. Bu o deməkdir ki, ümumi bəzi müştərilər səhv başa düşür, deyir qardaşdan TikTok çəkərsən, video çəkərsən, sən orada qiymət deyirsən, indi gələn burada qiymət fərqlidir. Buna görə də bir daha vurğulamaq istəyirəm ki, hökmdar silahı alanda mən 950 manat deyirəm, o deməkdir bütün növlərinə şamildir. Yox, sadəcə 950 manatdan başlayan silahlarımız da var. Bu hal-hazırda əlimdə Penta silahı. 5 atlam, yəni 5 fişəng tuta bilər. Bunun barəsində, bunun istehsalı, hara istehsalıdır və bu hal-hazırda, bax bu silah Magnum, bax bu silahın qiyməti. Bax, hal-hazırda Penta silahıdır. Burada atanlar bilir, alanlar artıq bilir. Hətta burada oxudum İtaliya yazılır. Bəli. Discover İtaliya. Birəbir İtaliyanın kopyasıdır. Birəbir İtaliyanın istehsalçı ölçüsü Türkiyədir. Belə başa düşün, Türkiyə ilə İtaliyanın müştərək istehsalı. Bəli, müştərək istehsalıdır, həmən silahdır. Söhbət Penta Armızdan gedir. Atanlar bilir, necə dözümlü silahdır. 6 il zəmanəti var, rəsmi zəmanət. 6 il zəmanəti var. Hər hansı bir detalında problem yaranarsa gətirirlər, dəyişilir. Lülənin çıxmaq şərti ilə dünya silah sənayelərdə lüləyə qaranti verilmir. Ümumiyyətlə silah alarkən hər zaman vurğulayıram. Lülənin çıxmaq şərti ilə yerdə qalan mexanizma hissəsində, yəni bu hissəsində 6 il zəmanət var. Hər hansı bir problem yaranarsa, kənar şəxslərin toxunmamaq şərti ilə, kənar şəxs əgər tapınarsa, bizim rəsmi düstürümüz
olduğu yerə gələrsə, o heç başqa bir xüsusiyyət göstərərsə, başqa bir kənar şəxs toxunarsa, o zaman qaranti itir. Bir nömrələri yalnız və yalnız Elmar Ovçuluqdadır qardaşlar. Yəni rəsmi distributor bura Bəs işdir birdən ovçudur gedib, bilmədən burnunda palçıq qalır, nəsə bir şey qalıb, lülə açılıb. Yəni qaranti yoxdur, hamımız bilir ki, lüləyə qaranti yoxdur. Bəs bizim ovçular üçün o şərait yaradılırmı ki, bu lüləyə əlavə, misal üçün, lüləsini dəyişməyə? Bəli, Zaur müəllim, yaxşı bir mövzuya toxundunuz. Çox suallar gəlir bu haqda. Biz əlimizdən gələn köməyimizi əsirgəmirik. Bizdən aldığı üçün, biz rəsmi Azərbaycan distributor olduğumuz üçün Penta şirkətindən bu silahların tutaq ki, lülənin qiyməti 10 manatdırsa, yalnız Pentaya. Ümumiyyətlə Elmar Ovçuluq rəsmi distributor olan silahlardan gedir söhbət. Əgər bunun qiyməti 10 manatdırsa, bu lülənin, biz onu 5 manat təşkil edirik. Yəni bilənlər bilir nə demək istədik. Bunun hal-hazırda qiyməti barəsində deyə bilərsiniz yoxsa? Bəli, yox, sir deyil. Hal-hazırda bax bu modeli, bax mən göstəreyim. Deluxe S modelləri 1000 manata qiyməti bugünkü günü. 1000 manatdır. Bəli, ayın 5-ci günü artıq bu modelləri Deluxe S modeli. Əvvəl 1300 manata, 1350 manata, 1250 manata, orada veteranlarımız var, xüsusi o şərtlər var ki, o şərtlər altında vətəndaşlar yaxınlaşırdı. Məsələn, qiymət fərqi olurdu. Məsələn, veteranlardır, qazilərdir, sonra şəhid ailələri, bunlara xüsusi endirimlər var deyə. Aydındır. Yəni qiymət dəyişir. Çox gözəl. Keçək yeni gələn silahlar barəsində. Yanındır, Amir qardaş, zəhmət olmasa yenə də 5 fişək tuta bilən Axor Arms haqqında bizə məlumat verdin. Bayaq deyirsiniz ki, çeşidindən asılı olaraq qiymətlərdə dəyişiklik var. Bax, misal üçün, bu silahı 5 fişək tuta bilən silah barəsində kampaniya neçəyə düşüb və onun haqqında bizim ovçu yoldaşlara məlumat verin. Sizin sözünüzə qüvvət, mən sizin suallara belə cavab verim ki, Axor Arms işlədən qardaşlarımız, A25 model işlədən qardaşlarımız artıq bilir ki, Axor Arms nəyə qadirdir. Və bu günlərim Axor Armsdan uzun-uzun azacaq danışa bilərdik. Amma qısa formada vaxtına qədər mən bir şey bildirmək istəyirəm ki, bu silahların özəlliyi, türklər buna hızlı boşaltma deyirlər, hızlı doldurma deyirlər. Atış zamanı doldurma şansı verir. Digər silahlardan fərqli olaraq knopkanı basmadan, atış zamanı hətta doldurmaq mümkündür. Doldurma hissəsi, qardaş, yaxından çəkilən yaxşı olar. Atış zamanı doldurma hissəsi, silahın patron yığılma hissəsi genişdir. Maqazin yeri genişdir yəni. Fişəngli yatağı genişdir həqiqətən də. Çox əlverişlidir. Hızlı doldurulur, hızlı boşaldılır. Heç bir knopkadan istifadə etmədən boşaltmaq şansı verir. Tətik qorucusunun saxlama 2 hissədən ibarətdir. Yəni bu da güclülüyü artırır. Təpmə silahda minimaldır, həqiqətən minimaldır. Mən bu silaha Türkiyədə test atışlarına gedərkən həqiqətən orada çox heyran oldum və ona ad verdim orada. Həqiqətən də bu kor silahdır. Bəzi müştərilərimiz gülüşdü, gülməli gəldi. Yəni bu kor atışları həqiqətən kor atışları etmək üçündür. Elə bir onun üçün yaranır. Yəni hər bir lübiterlər, yəni həvəskar ovçuya bir hər hansı bir əşyanı havaya fırlaq, yəni dərhal onu vuracaq. Yəni hər dəfə kilitlənmək çox gözəl bir şey. Yəni naxadı sırada yəni nişan kampaniyadır. Bu qiyməti neçə ilə? Bu silahlar ilk öncə Elmar Ovçuluğa gələndə bunların qiyməti 1600 manatdan başlayır. Axor Arms'ın rəsmi distributoru da Elmar Ovçuluqdur. Yalnız və yalnız Azərbaycanda Elmar Ovçuluqda əldə etmək mümkündür. Bunun digər modelləri də var. İndi birazdan sizə təqdim edəcəm. Bu silahların da hal-hazırda qiyməti endirimdədir. 1450 manata yenir. Artıq alanlar bilir. Artıq bir neçə aydır bizdədir bu silahlar. Əvvəl neçə idi? 1600 manatdan başlayır. İndi hal-hazırda yenilənə qədər 1450 manata yenir. Çeşid olaraq 3 çeşidlədir, 3 rənglər. Daha doğrusu çeşid olaraq eyni çeşidlədir. A25 modelidir. Sadəcə 3 fərqli rəngdədir. Və Zaur qardaş, bu hal-hazırda Valterin də rəsmi distributoru yalnız Elmar Ovçuluqdur. Bu özəl bir silahdır. 2 lüləsi var, ehtiyat lülələri var. Bir lüləsi iri heyvanlar üçün, yəni qaban ovları üçün əlverişlidir. İkinci lüləsi ördək, qaz, cüllü tovlar üçündür. Bu silahın bir özəlliyi ondan ibarətdir ki, hal-hazırda görürsünüz mexanizma hissəsi yoxdur. Bu solaxay atan ovçularımız üçün nəzərdə tutulur. Yəni bu çox yerlərdə tapılması qeyri-mümkün olan bir şey. Sağda var, solda var. Bəli. Bu silahın hal-hazırda əlindəki gördüyünüz bu Valter silahının solaxay modelidir. 76 sm uzunluğudur. Uzaq hədəfləri vurmaq üçün nəzərdə tutulub. 2 lülədən ibarətdir. Xüsusi üzərində remenləri var, keysi var. Xüsusi içərisində ehtiyat hissələri var, ləvazimatları var. Bu silahların qiyməti hal-hazırda endirimdədir. Valter şirkətinin olan silahdır. C13. C13 modelidir. Çox gözəl. Sizə bildirim ki, Target'in rəsmi distributor Elmar Ovçuluqdur. Kamuflaj formasında, Max 5 formasında bir silahdır. Bunun da solaxay versiyası Elmar Ovçuluqda mövcuddur. Solaxay sevən qardaşlar. Yenə də sağda var, solda var. Bəli. Həm sağ, həm sol. Hazırda təqdim edildiyim silah solaxaydır. Çünki solaxay ilə bağlı çox müraciətlər gəldi Elmar Ovçuluğa ki, qardaşlar solaxay gətirin və gətirmişəm qardaşlar nəzərə alıb. Elmar Ovçuluq əldə edə bilərlər. İnşallah izləməkdə davam edin. Yeniliklər barəsində hökmən sizi məlumatlandıracağam.